Salam əziz izləyicilər. Bugün sizlərə Orta Asiya mətbəxinə aid lahmacunun ən bəsit yolla hazırlanmasını paylaşacağım. Soba istifadə etmədən tez bazar başa gəlir və çox dadlı alınır. Xəmiri üçün 3 stəkan un, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və getdiyi qədər su lazımdır. Yumşaq xəmir yoğurub kənarda içliyi hazırlayana qədər gözlədirik. İçlik üçün 2 qırmızı soğan, 1 yaşıl biber, 1 pomidor, 4 diş sarımsağı xırdalayıcıdan keçirib 300 qram qiymə ilə qarışdırırıq. Biraz cəfəri və zövqə uyğun duz vurmaq da yaddan çıxmasın. Yoğurduğum xəmiri kündələrə ayırıram. Mən 10 kündə etdim. Tavanın diametrinə uyğun olaraq ölçü götürdüyümüz üçün kündə say etibarı az və ya çox ola bilər. Gördüyünüz nazilikdə yayıb, bişirmə kağızı üzərinə sərib, 2 xörək qaşığı ətli içliyi hər tərəfi örtəcək şəkildə yaxıram və tavada orta odda qapağı bağlı şəkildə bişirirəm. Hazırlayan hər kəsə nuş olsun. Kanalımı izləyən hamıya təşəkkürümü bildirirəm.